Əsəb, stres, gərginlik, yuxusuzluq, yağlı qidalanma, oturaq həyat tərzi, kimyəvi qəbul olmuş dərmanlar, siqaretin özü müəyyən müddətdən sonra insanlarda qan damar divarlarına yığılmış kirəzləşmə, qan damar tıxanıqlığı, qan qatılığı yaradır ki, bu da qan dövranı fəaliyyətinə təsir etdiyi üçün insanlarda xroniki yorğunluq, tənginəfəslik, enerji düşüklüyü, eyni zamanda bədəndə müxtəlif fəsadların, yəni orqanizmdə qan dövranı zəiflədiyi halda, bir yerə qan yaxşı getmədiyi halda orada xəstəliklər baş verəcək. Bu problemlərin hamısını birdəfəlik və qalıcı şəkildə aradan qaldırmaq üçün sadəcə və sadəcə gündəlik olaraq bədən kalsium mineralı ilə təmin olunmalıdır. O kalsium ki, iyonlaşmış halda olmalıdır və orqanizm tərəfindən, hüceyrə tərəfindən tamamilə mənimsəməlidir. Və bu kalsium mineralı hər bir insanla fərdi şəkildə danışıb ona uyğun təyin olunmalıdır.